Salam, bugün hamımızı, hər birimizi maraqlandıran çox fundamental bir məsələyə toxunacağıq. Bizim şəxsi hüquqlarımız və onlar necə qorunur? İlk baxışdan qəribə səslənə bilər, amma bu əslində çox dərin bir sualdır. Hüquq sistemimiz işlər, deyək ki, yolunda getməyəndə, hər gün məhz bu sualla üz-üzə qalır. Gəlin bugünkü müzakirəmizin yol xəritəsinə baxaq. İlk olaraq görək bu şəxsiyyət hüquqları ümumiyyətlə nədir, sonra onların hansı növləri olduğuna, şərəf, ləyaqət kimi anlayışlara, hüquqi müdafiə yollarına, mənəvi zərərin ödənilməsinə və nəhayət, rəqəmsal dövrün gətirdiyi yeni məsələlərə toxunacaq. Beləliklə, gəlin başlayaq. Yaxşı, elə birincidən başlayaq. Şəxsiyyət hüquqları deyəndə ağlımıza nə gəlməlidir? Bu nə deməkdir əslində? Baxın, bu hüquqlar insanın sırf var olduğuna, yəni bioloji mövcudluğuna və cəmiyyətdəki yerinə, ləyaqətinə bağlı olan hüquqlardır. Onların iqtisadi, yəni pulla ölçülən bir dəyəri yoxdur və onları kiməsə satmaq, bağışlamaq, yəni özgəninkiləşdirmək mümkün deyil. Qısacası, bu hüquqlar siz olduğunuz üçün sizə aiddir. Gəlin bu hüquqları daha da yaxşı anlamaq üçün onların 3 əsas xüsusiyyətinə baxaq. Birincisi, onlar qeyri-iqtisadidir, yəni onlara bir qiymət etiketi yapışdırmaq olmaz. İkincisi, özgəninkiləşdirilməzdir, yəni mən öz yaşamaq hüququmu kiməsə sata bilmərəm, elə deyilmi? Və üçüncüsü, ən vacibi, mütləqdir. Bu o deməkdir ki, cəmiyyətdəki hər bir kəs istisnasız olaraq sizin bu hüquqlarınıza hörmət etməyə borcludur. Və bir maraqlı məqam da var. Bu hüquqlar təkcə bizə, yəni insanlara aid deyil. Məsələn, şirkətlər kimi hüquqi şəxslərin də özünə məxsus şəxsiyyət hüquqları var. Məsələn, şirkətin adı və ya işgüzar nüfuzu kimi. Yaxşı, bəs bu hüquqlar konkret olaraq nələr əhatə edir? Gəlin görək, bu spektr nə qədər genişdir. Əslində onlar həyatımızın ən təməlindən tutmuş, gündəlik rahatlığımıza qədər hər şeyi qoruyur. Məsələn, ən fundamentalı yaşamaq hüququ, sonra sağlamlığımız, bədən toxunulmazlığımız, şəxsi həyatımızın gizliliyi, azadlığımız, hətta yaşadığımız evin toxunulmazlığı və ya təmiz bir ətraf mühitdə yaşamaq hüququmuz da bura daxildir. Amma bilin ki, bu siyahı tam deyil. Çünki qanun da qəbul edir ki, insan həyatını dəyərli edən hər şeyi bir siyahıya sığdırmaq sadəcə mümkün deyil. Baxın, burada çox vacib bir məqamı vurğulayan bir fikir var. Deyilir ki, hətta tibbi müdaxilə həyat üçün təhlükəli olmasa belə, qanuni əsas və ya razılıq olmadan həyata keçirilərsə, bu şəxsiyyət hüquqlarına qəsd hesab olunur. Bu nə deməkdir? Bu o deməkdir ki, sizin bədəniniz sizindir. Nəticənin nə olmasından asılı olmayaraq, sizdən icazəsiz edilən hər hansı bir müdaxilə sizin hüquqlarınızın pozulmasıdır. Bu qədər bəsit. İndi isə gəlin gündəlik həyatda tez-tez qarışdırdığımız, amma hüquqi olaraq fərqli mənalar daşıyan 3 vacib anlayışa nəzər salaq: şərəf, ləyaqət və işgüzar nüfuz. Baxın, aradakı fərq çox önəmlidir. Şərəf cəmiyyətin, yəni başqalarının sizin haqqınızda düşündüyü müsbət rəydir. Bu, xarici bir dəyərləndirmədir. Ləyaqət isə sizin özünüzə verdiyiniz dəyərdir, sizin daxili mənliyinizdir. Və nəhayət, işgüzar nüfuz isə sizin və ya bir şirkətin peşəkar fəaliyyətinə verilən qiymətdir. Gördüyünüz kimi, qanun həm cəmiyyətin sizə baxışını, həm də sizin özünüzə baxışınızı qoruma altına alır. Yaxşı, burada çox incə bir məqam ortaya çıxır. Bəs sərt bir tənqidlə qanunu pozan böhtan arasındakı o sərhəd hardan keçir? Fərq nədədir? Gəlin aydınlaşdıraq. Tənqid subyektiv bir fikirdir, bir mühakimədir və adətən ifadə azadlığı çərçivəsində qorunur. Hətta ictimai fiqurlar tənqidə daha dözümlü yanaşmalıdırlar. Amma böhtan tamam başqa məsələdir. Böhtan yalan bir məlumatı fakt kimi təqdim edib yaymaqdır. Bu artıq fikir deyil, zərər vurmaq məqsədi daşıyan yalan məlumatdır və məhkəmədə iddia predmətinə çevrilə bilər. Və ən əsası, böhtanda məlumatı yayan şəxs onun doğruluğunu sübut etmək məcburiyyətindədir. Bəs yaxşı, tutaq ki, bu hüquqlardan biri pozuldu. Nə baş verir? Qanun belə hallarda ədalətin bərpa olunması üçün bir mexanizm təklif edir. Hüquq dilində buna delikt məsuliyyəti deyilir. Gəlin görək bu nə deməkdir? Kiminsə vurduğu zərərə görə məsuliyyət daşıması üçün adətən bu 4 şərtin hamısı eyni anda mövcud olmalıdır. Birincisi, ortada qanunu pozan bir hərəkət, yəni hüquqa zid əməz olmalıdır. İkincisi, bu hərəkət nəticəsində bir zərər yaranmalıdır, istər maddi olsun, istərsə də mənəvi. Üçüncüsü, həmin hərəkətlə zərər arasında birbaşa səbəbli əlaqə olmalıdır.
Və nəhayət dördüncü şərt isə təqsirdir. Yəni hərəkət ya qəsdən, ya da ehtiyatsızlıqdan törədilməlidir. Və bu məqam bizi lap başdakı o suala qaytarır. Mənəvi əzaba, emosional gərginliyə necə qiymət qoymaq olar? Qanun bunu necə tənzimləyir? Hüquqda mənəvi zərər deyilən bir anlayış var. Bu, hüquqlarınız pozulduğu zaman keçirdiyiniz o mənfi emosional vəziyyətdir. Yəni, sizin daxili dünyanızın, emosional sabitliyinizin pozulmasıdır. Və qanun bu daxili ağrını, bu sarsıntını real və ödənilməli bir zərər kimi qəbul edir. Hətta qanun bu zərərin dərəcələrini də fərqləndirir. Məsələn, mənəvi sarsıntı daha çox ilkin şok, qorxu, kədər kimi hisslərdir. Amma mənəvi istirab isə daha dərin və uzun müddətli bir əzabdır. Məsələn, depressiya və ya uzun sürən fiziki ağrılar kimi. Bəs kompensasiyanın məbləği necə hesablanır? Burada dəqiq bir riyazi formula yoxdur. Məhkəmələr bir neçə amili nəzərə alırlar. Məsələn, zərər çəkənin yaşı, cinsi, cəmiyyətdəki mövqeyi, əməlin qəsdən olub-olmaması, hətta zərər vuran şəxsin maddi vəziyyəti və təbii ki, zərər çəkənin keçirdiyi əzabın nə qədər uzun və dərin olması. Bütün bunları nəzərə alaraq ədalətli və ağlabatan bir məbləğ təyin edilir. Əlbəttə ki, söhbət şəxsiyyət hüquqlarından gedirsə, 21-ci əsrin reallıqlarını, yəni rəqəmsal dünyanı nəzərdən qaçıra bilmərik. İnternet bu hüquqlar üçün həm yeni imkanlar, həm də yeni təhdidlər yaradır. Məsələn, müasir dövrün ən aktual hüquqlarından biri unudulmaq hüququdur. Bu nə deməkdir? Bu o deməkdir ki, siz haqqınızda olan, amma artıq aktuallığını itirmiş, ictimai maraq daşımayan və sizə zərər vuran məlumatların internetdən silinməsini və ya onlara girişin məhdudlaşdırılmasını tələb edə bilərsiniz. Bu, keçmişin kölgəsindən çıxmaq üçün çox vacib bir mexanizmdir. İndiki dövrdə isə pozuntular daha da mürəkkəbləşib. Saxta sosial media profilləri, süni intellekt vasitəsilə kiminsə səsini və ya görüntüsünü saxtalaşdırmaq, bütün bunlar bizi hüququn və texnologiyanın kəsişdiyi çox yeni və çətin bir məkana gətirir. Və bu da bizi gələcəyin ən böyük suallarından birinə gətirib çıxarır. Süni intellektin bu qədər inkişaf etdiyi bir dövrdə sizin şəxsiyyətiniz, sizin kimliyiniz əslində kimə məxsus olacaq? Bugün bizimlə olduğunuz üçün təşəkkür edirəm. Unutmayın ki, bu hüquqları bilmək və anlamaq, onları qorumaq üçün atılacaq ilk və ən vacib addımdır.